Değerli izleyiciler, yanvar ayının 12-si bir son dəqiqə məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Türkiyədə əməliyyat keçirilib, Azərbaycanlı qadın saxlanılıb. Nə əməliyyatı diqqətinizə çatdırım? Əxlaqsızlığa qarşı əməliyyat keçirilib. Türkiyədə Ajans AZ xəbər verir ki, əməliyyat Kırıkkale rayonunun Yaxşihan qəsəbəsində baş tutub. Əməliyyatdan əvvəl polis əməkdaşlarının fiziki və texniki vasitələrlə apardığı araşdırmalar nəticəsində məlum olub ki, 3 yaşayış binasında pul qarşılığında qadınları fahişəliyə cəlb edirlər. Keçirilən əməliyyat zamanı qadınları fahişəliyə cəlb edən 33 yaşlı, 47 yaşlı Azərbaycanlı bir qadın, eyni zamanda Özbəkistanlı 47 yaşlı bir şəxs və 37 yaşlı digər bir şəxs, hansı ki bunların hər dördü də qadındır. Onlar saxlanılıblar. Həmçinin qaçmaq istəyən şəxslərdən biri də sonradan ələ keçirilib. Onların fahişəlikdən əldə etdikləri 50.000 lira nağd pul müsadirə olunub və şəxslərdən biri barəsində fahişəliyə cəlb etmə və vasitəçilik etmə maddəsi ilə cinayət başlanılıb. Dəyərli izləyicilər, əgər siz Astara və Lirik dağlarından süzülən tərtəmiz bal əldə etmək istəyirsinizsə, o zaman Arıçı adı ilə əlaqə saxlayın və mütləq əlaqə saxlayın. Əmin olun ki, Arıçı adının sizə təqdim etdiyi bal tam təbiidir, heç bir qatqısı yoxdur. Əgər siz o balın tərkibində, aldığınız, əldə etdiyiniz balın tərkibində qatqı aşkar eləyərsinizsə, o zaman sizə Arıçı adı onun pulunu 2 qat qaytaracaq. Diqqətinizə çatdırım ki, Azərbaycan bütün bölgələrinə çatdırılma tam pulsuzdur. Arıçı adının əlaqə nömrəsi 051 546 39 39'dur. Ağız şirinliyi ilə yeyin və inanın ki, peşman olmayacaqsınız aldığınıza.